Salam, sizi TV1 ekranlarından salamlayıram. Günün əsas xəbərlərini izləyirsiniz. Quba rayonunun Bakı-Quba Rusiya Federasiyası ilə Dövlət Sərhədi Avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. 7000 nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi 137 kilometr Çiçi, Səbətlər, Qənidərə, Sırt, Çiçi, Təngialtı avtomobil yolunun əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikası Prezidenti ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırdı. Prezident İlham Əliyev Azərbaycan Mini Futbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən Azərbaycan Milli Yığma komandasının 2025-ci il mini futbol üzrə dünya çempionu olması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Azərbaycan Mini Futbol Federasiyasına 2 milyon manat ayrılıb. Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4-2 hesabı ilə məğlub edib. Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin Expo 2025 üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın baş nazirinin müşaviri Akihisa Nagashima ilə görüşüb. Görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub. Baş nazirin müşaviri Akihisa Nagashima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpa olunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib. O, Azərbaycanın Osaka'da keçirilən Expo 2025-də fəal iştirakına görə təşəkkür edib. Sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib. Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib. O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa quruculuq işlərinə söz açaraq Yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib. Xalqlarımız arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb. O cümlədən paytaxt Tokyoda və Osaka'da Azərbaycan milli gününün keçirəcəyini diqqətə çatdırıb. Azərbaycan milli pavilyonunun bu ilki dünya sərgisinin ən çox ziyarət edilənlər sırasında olduğu və Osaka 2025 sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi COP29 Prezidenti Muxtar Babayev Bakı Enerji Forumunda COP29 nəticələri, dayanıqlı gələcəyə aparan yol mövzusundakı panel müzakirəsində çıxış edib. COP29 uğurla həyata keçirildi. Ortada çoxlu ambisiya vardı. Ancaq yeni çətinliklər ortaya çıxıb. Bəzi ölkələr bir qədər fərqli siyasət yürüdür deyə Muxtar Babayev panel çıxışı zamanı deyib. O qeyd edib ki, xüsusilə Amerika Birləşmiş Ştatlarının iqlim müzakirələrindən geri çəkilməsi bu prosesə müəyyən təsirini göstərir. Ancaq digər ölkələr, xüsusilə donor ölkələr indi Bakıda vəd etdikləri üzrə artıq hazırlıq işlərinə başlayıblar. COP29 tarixi bir nəticə oldu və 300 milyard dolların toplanmasına başlandı. Çox böyük uğurlar əldə edilib. Azərbaycan-Braziliya komandası ilə birlikdə 1,3 trilyon dollarlıq proqramı hazırlayır. Söhbət COP29-da qəbul olunan 300 milyard dollarlıq vəsaiti 1,3 trilyona qədər artırmaqdan gedir. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun Kenya Respublikasına rəsmi səfəri çərçivəsində Nairobi şəhərində 28 may Müstəqillik günü və ölkəmizin Kenyada səfirliyinin rəsmi açılışına həsr olunmuş rəsmi qəbul təşkil olunub. Mərasim Azərbaycan və Kenyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ceyhun Bayramov tədbir iştirakçılarına təşəkkür edərək Azərbaycan xalqının Müstəqillik gününü birgə qeyd edən Kenyalı tərəfdaşlara səmimi təbriklərini və təşəkkürlərini çatdırıb. Bu dostluğun və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini əminliyini ifadə edib. Rəsmi qəbulda fəxri qonaq qismində Kenya Respublikasının Mədən, Mavi İqtisadiyyat və Dənizçilik naziri Hasan Ali Johoy çıxış edib. O, Azərbaycanla Kenyanın dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını yüksək qiymətləndirib. Ölkəmizin beynəlxalq arenada oynadığı rola dair fikirlərini bölüşüb. Tədbirdə Azərbaycan musiqisi səsləndirilib. Ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında video sujetlər nümayiş etdirilib. Bakıda Azərbaycan-Özbəkistan Ekspert Şurasının ikinci iclası keçirilib. İclasda beynəlxalq münasibətlərin təhlili mərkəzi və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutu tərəfindən birgə təşkil olunan tədbirin əsas mövzusu Azərbaycan və Özbəkistan qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri olub.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə Xəzər dənizi vasitəsilə küllü miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində İrana məxsus mühərriklə təchiz edilmiş Yamaha 55 markalı layner tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Nizami rayonunda Yeni Təkər bazarında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nizami rayonu Babək prospektində yerləşən Yeni Təkər bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub deyə mətbuat xidməti qeyd edib. Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb deyə Fövqəladə Hallar Nazirliyindən qeyd olunub. Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində 6-cı İslam Həmrəyliyi oyunları ilə əlaqədar nümayəndə heyətləri rəhbərləri üçün seminar keçirilib. Azərbaycanı tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Anar Bağırov təmsil ediblər. Görüş çərçivəsində iştirakçılar yarışların keçiriləcəyi idman obyektlərinə və atletlər kəndinə baxış keçirib. Hazırlıqla bağlı təqdimatlarda iştirak ediblər. İndi isə iyunun 5-də olan hava durumu ilə tanış olaq. İyunun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. İyunun 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Günün əsas xəbərlərini izlədiniz. Sizinlə mən idim. Esmira Turan.